Mənim xatirəmdə o unudulmazdır əbədi. Bu günləri şair müəllimənin dərs dediyi bu balaca fidanlar elmə, biliyə yiyələnməklə yanaşı, həm də vətənpərvərlik ruhunda böyüyürlər. Sən şəhidsən, müqəddəssən, toxunulmaz bir yerdəsən. Qürur duyur Novruz sənlə, yad eylədir ey qəhrəman. Mən şəhidəm, ölməmişəm, şəhidlər ölməzdir axı. Ölməmişəm, yaşayıram, dönüb vətən torpağına, torpağıma qarşımışam. Şehir havası, izin ver gözümün yaşını sileyim. Bir daha ağlama şehit anası, tökməyəmə göz yaşlarını. Qəlbimi dağlama şehit anası. Sumqayıt şəhərində də yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyada Novruzun əziz xatirəsini ehtiram əlaməti olaraq siniflərdən birinə onun adı verilmişdir. ildə orta məktəbi bitirən Novruz, 2010-cu ilin aprel ayında Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. İlk öncə Gəncədə yerləşən en sayılı hərbi hissədə, daha sonra isə Goranboy rayonu Alcı kəndində yerləşən Ballıqayadakı en sayılı hərbi hissədə kəşfiyyatçı, snayperçi kimi hərbi xidmətini davam etdirmiş və 2011-ci ildə hərbi xidmətini başa vurmuşdur. 2014-cü ildə Sumqayıt şəhər Hacıyeladın Tağıyev qəsəbəsində yerləşən en sayılı hərbi hissədə müddətdən artıq hərbi xidmət qulluqçusu, sürücü kimi işləyir. Azərbaycan ordusunun əskəri olan Novruz Məmmədov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və snayperçi olaraq iştirak edir. Şəhid generalımız Polad Həsümov özünə örnək bilən Novruz, döyüşlərin ilk günündən düşmənə qanıb durur. Dost canlı, qorxmaz, igid bir insan olan qəhrəman döyüşçümüz Füzuli, Cəbrayıl, Hadrov, Xocavənd uğrunda gedən döyüşlərdə son nəfəsinə dək vuruşur. Novruzun son döyüşü 2020-ci ilin 24 oktyabrında Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsində zamanı olur. Ürəyinə vurulan snayper gülləsi onun sevgi dolu həyatını sonlandırır. Toya hazırlaşan ailəsinə Novruzun şəhid xəbəri gəlir. Biz bu günləri 44 il Vətən müharibəsinin şəhidi Novruz Məmmədov ailəsini qonarıq. Bu günləri qəhrəman döyüşçümüzün ailə üzvləri onun haqqında öz xoş xatirələrini bizimlə görüşəcəklər. Əvvəlcə istərdim ki, Novruz Məmmədovun anası Şəfqəməyə sözü ilə. Buyurun Şəfqəmə. Novruz benim kiçik uşağıydı, evin son beşiği. Uşağımızda çok sakit idi, çok mehriban idi. Hamı için mehriban idi. Elə ki, niyatlara yok idi, oğlunla evlatlar. Hamıdan çok əmsil istəyərdi. İlk məktəbə gedəndə də mən onu ibtidai sinif aparanda da Şəlalə müəlliməyə dedim ki, Şəlalə müəllim ilk dəfə bacısının müəlliməsi olmuşdu, ibtidai sinif müəlliməsi dedim. Sən arzuyla Novruza eyni baxmada fərqlidirlər. O evin son beşiydi, ərköyündü. O kiçik yaşlarından hərbiyə meyilli döyüldü, oxumaq istəyirdi. Amma ibtidai sinif qurtarandan sonra dedi ki, mənim oxumayacaq, hərbiyə gedəcəm. Atası onu apardı, avtoşkolaya düzəltdi 9-cu sinif oxuduqlarından sonra.
Bizim xəbərimiz olmadan getdi, ərizə verdi, 3 yaşı tamam olmamışdı. Əsgərlik xidmətinə getdi. Qalçıqa gələndə heç bizim xəbərimiz olmadı. Novruz getdi əsgərlik xidmətinin belə qurulun ətəklərində, Ağca kənddə, buralarda xidmətləri, döyüş bölgəsinə yaxın yerdə dedi ki, ana qalmaq istəyirəm. Dedim ki, yox, Novruz. Qardaşı da hərbidə, laf çətin yerdə olmuşdu, Tərtəndə, ön cəbhədə, döyüş bölgəsində ermənilərlə postuyuz böyüz idi. Ona görə mən heç istəmirdim, hərbidə olsun. Dedi, yox, ana, mən hərbidə qalacaq. Elə oldu ki, nesə qalma. Amma hərbi səbəb əskərlik qutardı gəldi, fərqlənmə verdilər onunla, dinlədilər ki, yaxşı xidmət edildi. Gələndən sonra da biz deyil, ədəsi Novruza gəlsən, başqa bir işə düzəldən, dedi ki, yox, ana, mən hərbiyə gedəcəm. Hərbiyə gedincə bir il kargo firmasında işlədi, o da dedi ki, boş qalmayayım deyə. Ondan sonra 2014 ildə hərbi xidmətə özünü evimizin bölümündəki hərbi hissədə 888-də hərbi hissədə işə girdi. Orada da yaxşı işləyirdi, amma mən istəmirdim. Deyildi ki, o yerin kursa zabışı yoxluğunu qoymurdu. O, Böyük Vətən Müharibəsinin 70 illiyində də getdi Moskvada bizim Azərbaycan adından orada paradda keçdilər. Orada Moskvada medalı var, Novruza verdilər, orada hərbi hissədə bir dənə Novruza aparmışlar. Çox vaxtı çox balaca olsa da, kiçik olsa da